Salam, Qazaxıstan vloqunun ikinci hissəsində xoş gördük. Bu dəfə tamamilə fərqli bir yerə gəlmişik. Özümüzlə yağış, boran, soyuq nə var gətirmişik. Çox üşümədən keçək içəriyə baxaq görək nə var burada, niyə bu qədər məşhurdur. Açığı bunu da deyim ki, bura təkcə restoran deyil. Birazdan aydın olacaq ki, mən niyə belə deyirəm. Aul restoranı həm turistlərin, həm də yerlilərin sevimlisidir. Aul, yəni restoranın adı Qazax dilində kənd deməkdir. Və elə həqiqətən də bu yer tam olaraq adının haqqını verir. Burada hər detal, yəni qapıdan tutmuş fincana qədər hər şey səni sanki qədim bir Qazax kəndinə aparır. Elə burada məqsəd də budur. Yəni yerdən stolların olması, taxta sütunlar, milli naxışlı divarlar, keçə örtüklər və daha çox əl işləri var idi burada. Yəni bir növ restoran deyil də sanki muzey demək olar. Videodan da gördüyünüz kimi mətbəx müştərilərə açıqdır. Yəni elə müştərinin gözü önündə səliqəli təmiz formada bişir, elə ordaca servis olunur. Hətta təndir də restoranın içərisində idi və belə deyək, qonaqlara çox yaxın məsafədə tüstü, qoxu və s. bunların heç biri yoxdur və məncə də bu da önəmli bir hissədir. Daha sonra Qazaxların özlərinin milli yeməkləri, onun tarixi barədə məlumat almaq istədik və restoranın əməkdaşı bizə köməklik göstərdi. Gözlədiyimin tam tərsi olaraq burada rəvayətə görə Qazax millətinin Çindən gəldiyini, çünki onların üz quruluşları daha çox oxşur və s. bu barədə məlumatlar verdi, amma mən belə gözləmirdim. Sonra keçək menyu hissəsinə. Burada adi yeməklər gözləməyin. Elə biz də biraz cəsarətli davranıb at ətindən hazırlanan beşbarmaq sifariş etmişdik. Bu yemək özlərinin də dediyi kimi Qazax mətbəxinin şahı sayılır. Yəni özləri təklif etmişdi. Beşbarmaq niyə deyilir? Çünki ənənəyə görə əllə yeyilir. Yəni yemək o qədər ləzzətlidir ki, bunu əllə yeyirlər və elə həqiqətən də təriflədikləri kimi var idi. Çox dadlı və çox özünə məxsus bir şey idi. Yəni sınamağa dəyər. Və məncə aramızda hər kəs Dədə Qorqud dastanını oxumuş olar, ən azından məktəb dövründə. Yadınızdadırsa biz daha çox eşidirdik qımız. Dədə Qorqud dastanında göl kimi qımız və s. Təbii ki, burada da göl kimi olmasa da biz bir balaca götürdük. Qımız nədir? At südündən hazırlanan, biraz turş, biraz qazlı və deyilənə görə faydalı bir içkidir. Və ilk dəfə içənlər üçün dadı qəribədir, amma deyilənə görə sonradan buda da öyrəşmək olur. Yenə çox təriflədikləri Qazax çayını götürdük, amma məncə heç özünə məxsus bir xüsusiyyəti yox idi və yaxud da ki, bəlkə mən hiss eləmədim. Təbii ki, zövqə görə dəyişə bilər, amma sadəcə çiçək çayı kimi belə bir çay gəldi, amma danışarkən çox tamamilə fərqli tərifləmişdilər. Bunu da deyim ki, mən məkanı ilk görəndə elə bilmişdim ki, tarixi və yaxud da ki, qədimi binadır. Çünki memarlığı fərqlidir, çöl hissəsində mozaiklər var, amma sonra araşdırdım, aydın oldu ki, tarixi bina deyil. Amma əsas məqsəd budur ki, adət, ənənə, qədim ruh qorunub saxlansın. Bura yeni olsa da, keçmiş ruhu yansıtmağa çalışıblar. Bir növ çöl tərəfdən qədim yaşayış məkanı olan yurtları xatırladır. Yurt, yəni keçədən hazırlanan dairəvi çadırlardan söhbət gedir və həqiqətən də köçəri həyatın ruhu hər detalda hiss olunurdu. Mənə görə səyahət təkcə bir şəhəri görməkdən ibarət deyil. Həmçinin həmin xalqın mətbəxini bilmək, ruhunu hiss etməkdir.